Kim razı olar ki, onun bacısı ilə bir nəfər təhqirlə, aşağılama ilə, əziyyətlə rəftar eləsin? Kim razı olar? Sənin həyat yoldaşın da kiminsə bacısıdır. Özün bacın üçün rəftar istəyəni onun üçün də istə. Düzəldi, düzəlmədi? Düzəldi. Kim istəyər ki, onun qızı barəsində kimsə məsələn bir əziyyət eləsin, uşağına, balasına kim istəyər? Heç kəs. Sənin evində olan da kiminsə balasıdır, sən də o cür yanaş. Əksinə, kim istəyər ki, onun atasına qarşı kimsə tərbiyəsizlik, ədəbsizlik eləsin? Heç kəs. Sən də istəmirsən, sən də bir evə gəlmişsən, orada qaynata da kiminsə atasıdır. Fikir verin əzizlərim, baxın, qarşılıqlı gör necə. Ağa bunu deyir, özüvi sən tərəzi qərar versin, bütün problemlər həll olur əslində. Özüvi tərəzi qərar ver, özüvi. Özün üçün istəyəni başqası üçün istə, özün üçün istəməyəni və əkrih ləhu ma təkruh ləhu. Özün üçün istəməyəni başqası üçün də istəmə. Və la təzlim kəma tuhib ən la tuzlam. Zülm eləmə necə ki istəmirsən sənə zülm olunsun. Sən istəyərsən kimsə sənin malını yesin, yox, sən də yemə. Sən istəyərsən kimsə sənin dalınca danışsın, sən də danışma. Sən istəyərsən kimsə sənin qeybəti eləsin, yox. Sən istəyərsən kimsə sənə böhtan desin.